Vaxtınız xeyir olsun, dəyərli dostlar. Mən Günay Abbasova, Turan Akademiyasının təlimçi müəllimi. Sizə bugün Su Həsrəti əfsanəsini təqdim edirəm. İşğalçılar tərəfindən təqib olunan karvan gecə-gündüz yol gedir. Tuluqlarda su ehtiyatı çoxdan qurtarmışdı. Susuzluqdan dodaqları çatlamış adamlar danışmırlar, başlar sinəyə enmiş, addımlar ağırlaşmışdı. Qaçqınların arasında çoxlu gənc var. Onlardan ikisi, qardaş və bacı, karvanın lap sonunda yanaşı addımlayır, arabil başlarını qaldırıb ümid dolu nəzərlərini irəli zilləyirlər. Oğlan taqətdən düşmüş bacısı Ceyranı geri qalmağa qoymur, onu özü ilə aparır. Bir neçə gün sonra hərəkət etmək daha da çətinləşir. Qız artıq əldən düşüb gedə bilmir. Ayaq üstə tab gətirə bilməyib yıxılır. Əsən xəzri narın qumu qızın qara, gür saçlarına doldurur. Göz yaşlarında islanmış qum ağırlaşır. Yaşca böyük olan qardaşı bir anlığa ayaq saxlayır. Əyilib bacısını qolları üstə qaldırır. Ağır addımlarla karvanın ardınca gedir. 3 gündən sonra oğlan da taqətdən düşür. Daha hərəkət edə bilmir. İndi heç bir qüvvə, nə xilas olmaq ümidi, nə də həyat eşqi onun dadına çatır. Taqətdən düşdüyünü duyan gənc huşsuz bacısını ehtiyatla yerə qoyur. Diz çökür, əllərini göyə qaldırıb yalvarır. İlahi, kömək əlini bizdən əsirgəmə. Uçsuz bucaqsız səhra çarəsiz gəncin səsini udur. Qəhər onu boğur. Gəncin qara gözlərində 2 damla yaş görünür. Damlalar yerə düşür. Birdən-birə yer aralanır. Bulaq suyu fəvvarə vurur. Ceyranın həyatı xilas olur. Lakin acı tale qaçqınları rahat buraxmır. Qəddar düşmən bütün bu günləri karvanın izinə düşüb, onu bulaq başında haqlayır. Düşmən atlıları bulaqdan axan gür, şəffaf suyu görüb heyrətlənirlər. Su onlar üçün də həyat deməkdir. Sayca çox olan amansız düşmənlə döyüş başladı. Məğrur Ceyran düşmənin atlılarının yaxınlaşdığını görüb gözlərini göyə qaldırır. Yanıq səslə deyir, uca Tanrı, məni daş elə, qaya elə. Heyrət və qorxudan düşmənlər və karvan adamları gözlərinin qarşısında baş verənlərdən donub qalırlar. Əllərini göyə qaldırmış ağ paltarlı Ceyran bir göz qırpımında daş heykələ çevrilir. Heyrət və qorxudan təşvişə düşən işğalçılar elə həmin andaca bulaq suyunun quruduğunu da görürlər. Onlar həyəcan içində su, qayıt deyə qışqırmağa başlayırlar.